Allah Azza və Cəllənin şəfaəti. Məxluqatın yox. İndi burada sual ortaya çıxır ki, məxluqatın şəfaətini bildik. Çünki şəfaət nə deməkdir? Zamin durmaq, vasitəçilik etmək. İndi biz deyəndə ki, mələklərin şəfaəti, yəni mələklərin vasitəçiliyi. Peyğəmbərin şəfaəti, yəni Peyğəmbərin vasitəçiliyi. Bəs deyəndə ki, şəfaətur Rəhman, Rəhmanın, Allahın şəfaəti. Bunu necə başa düşək? Yəni Allahın vasitəçiliyi, Allah o quluyla kimin arasında vasitəçi olacaq? Hə, burada fayda nədir? Fayda budur ki, ümumi olaraq faydanı qeyd edək. Fayda budur ki, eyni kəlmə ola bilsin məxluqa da nisbət edilir. Allaha da. Məxluqa nisbətdə mənası başqadır, xaliqə nisbətdə mənası başqadır. Yəni bir şey məxluqa nisbət ediləndə bu mənanı verirsə, o demək deyil ki, xaliqə nisbətdə də o mənanı verir. Yox. Məsələn, dua. Bəli. Allah və mələkləri Rasuluna dua edirlər. Ey möminlər, siz də edin. Bu ayədə Allah Subhanahu və Teala duanı 3 kəsə nisbət etdi. Allaha, mələklərə, bir də möminlərə. Möminlərin Peyğəmbərə duası nədir? Məlumdur. Bildiyimiz salavat. Bəs mələklərin duası nədir? İstiğfar, bağışlanma diləmə. Bəs Allahın duası nədir? Allahın duası. Allahın duası, yəni təsəvvür edin, Allah öz quluna dua edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir dəfə dua etsə, salavat desə, bir dəfə, Allah ona 10 dəfə dua edər. Yəni necə? Biz duanı nisbət etdik Allaha. Yəni Allah dua edir, bəli. Bəs Allahın quluna duası nədir? Yəni öz dərgahında qulunu zikr etməsi mələklərin yanında, ən gözəl məclisdə. Çünki dua sözünün lüğətdə əsli nədir? Çağırmaq. Yəni Allah Azza və Cəllə o qulunu çağırır. O qulunun ismini, şanını öz dərgahında zikr edir. Bu Allahın duasıdır. Ona görə şəfaət də Allaha nisbət ediləndə vasitəçilik mənasını vermir. Yəni şəfaətur Rəhman deyəndə nə nəzərdə tutulur? Yəni Allahın rəhməti, yəni cəhənnəmdən bəzi insanlar Allahın şəfaəti ilə cəhənnəmdən çıxacaqlar. Yəni kimlər? Yəni Allahın rəhməti ilə. Və bunlar kimlərdir? Bunlar cəhənnəmdən çıxacaq son zümrə. Hədisdə gəlir ki, şəfaətil mələikə və şəfaən nəbiyyun vəl-mü'minun. İllə bəqiyə şəfaətu ərhəmər rahimin. Mələklər, möminlər və peyğəmbərlər şəfaət edəcəklər. Yəni, cəhənnəmdən çıxa biləcək, bütün insanlar cəhənnəmdən çıxacaq. Və cəhənnəmdə bu ümmətdən, təvhid əhlindən son bir zümrə qalacaq. Bayaq qeyd elədiyim. O kəslər ki, zahirən heç bir əməlləri olmayıb. Lakin təvhid kəlməsi üzərində olublar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua edəcək ki, ya Rabbi, mənə izin ver, hədisdə də belə gəlir, izinli, fikir və şəfaətin şərtidir bu. Mənə izin ver, onlara şəfaət edim. Allah Azza və Cəllə izin verməyəcək və deyəcək ki, ey Muhammed, bu sənlik deyil. Və öz ucalığıma, izzətimə, əzəmətimə and olsun ki, mən sənin ümmətindən təvhid üzərində ölən kəsləri cəhənnəmdən qurtaracam. Və Allah Azza və Cəllə cəhənnəmdə yanıb kül olmuş və hədisdə gəlir, ləm ya'malu lillahi xayran qat və Allah üçün heç bir xeyir əməl etməyən bir zümrəni çıxaracaq. Yanıb kül olmuş. Və cənnət önündə çayın kənarından ot bitən kimi çıxacaqlar. Və hətta onlar cənnətə girəndə boyunlarında bir həlqə olacaq, yazılacaq ki, bunlar Rəhmanın azadlılarıdır. Və ondan utanacaqlar. Və Allah Subhanahu və Teala o utancı onlardan götürəcək. Və bunlar
Allah Azza və Cəllənin şəfaəti ilə cəhənnəmdən çıxan son